Herkese salam dostlar. Bugün sizlerle birlikte bunun 4-cü bölümüdür deyəsən, bunu çəkirik. İkinci mərtəbəsini eləmişdik. İndi isə bu 4-cü mərtəbəni də eləməyə çalışacağıq. Bunun için dizayn edəcəyik demişdim sizə. Neçə bir aralardan sonra yeniden gəldim dostlar. Neçə bir aradır ki video çəkmirdim və indi isə onun davamları ta gələcək dostlar. Dostlar, abone olup like atmayı unutmayın. Mən bu qədər əziyyətlə şəhər tikirəm. Siz bir də abone tuşuna basmırsınız. Dostlar, mən bu şəhəri tikəndən sonra bir dənə Minecraft tapmışam. Çox maraqlı oyundur. Bu şəhəri tikəndən sonra ona keçəcəyik. Həyatda qalma kimi bir şey olacaq dostlar. Dostlar, indi biz buranı eləmişdik. İndi biz yuxarını dizayn edəcəyik. İndi buradan şey qoyaq. Pilləkən və bu deyil. İndi bütün pəncərələri qoyaq. Baxaq dostlar. Buranı da eləyək. Və hazır. İndi isə yenidən içini dizayn edək və 4-cü mərtəbəni eləyib binalar qutarsın. Yatağımızı buradan qoyacağıq. İndi birdən bura çıxmalıyıq. Baxaq. Dostlar, işıq qurmamışam deyə bunlar yaratıqlar şey olub. Yaratıqlar spamlayıb. Və dizayn edək. Bura bir də sandıq. Bura belə düzəltdilər. Və bura çalışma masası və bura tabloda qoyacağıq sonra ya da qoymayacağıq, lazım deyil. İndi buradan pilləkənimizi qoyaq və 4-cü mərtəbəyə keçək. Və şəhərimizin axırıncı binasıdır. Çünki 2 dənə bina olacaq. 2 dənə bina yan-bayan olacaq və buradan bura və buradan da ev tikəcəm və buradan. İndi və dostlar, indi buradan ölçüsünü aldım. Və 3 burada neçədir? 1 2 3 4 Bunu da qoyarıq və buranı bağlayaq. Pəncərə yerlərin dizaynını verək və pəncərələri qoyaq. Bundan sonra isə və bu binamız bitir.
Və buran hazır. İndi isə pəncərələrin dizaynına başlayaq. Və bura hazır. İndi qabaq da hazır və bir arxa, bir də bura qalıb. Və qurtarır. Və bitdi. Sonra buran bağlayırıq. Və indi isə pəncərələrimizi qoymağa başlayaq. Biraz tez olmağa çalışacağam. Nə qədər tez olsun, o qədər vaxt qazandırır və o qədər yaxşı olur. Və qurtarır bura. Və axırıncı yerdir. İndi üstün bağlayaq və otaqlara ayırdığımız kimi bura səhv çıxmışdı. Səhv çıxmışdı. İndi buranı necə ayıracaq baxaq. Bir baxaq. Buradan və buradan. Və buradan otağı ayıracaq. Buradan isə bir qapı qoyacaq. İndi isə buranı bağlayaq və otağı da dizayn edək. Və bina burada da qutarsın. Və qurtarır. Bura qurtardı. Bura pəncərə qoyaq. Bir qapı qoyaq və otağın içini tikməyə başlayaq. Və otağın içini tikməyə başlayırıq. İndi bura 1-2 dənə yataq. Bura bir sandıq. Bura rəflər və bura çalışma masası və fırın. Və sallam. Və axırı bu binamız da qurtardı. Və 2 bina etdik. Buradan bir bina etsək yaxşı olar. Uzağı 4 bina olmalıdır. Bir yataq duraq. Şəhərdə indi bir 4 dənə bina olmalıdır. Ona görə də çalışacağam ki, nə qədər tez bina tiksəm, o qədər yaxşı olar və buradan da bir dənə bina tiksəm və salam. Baxaq, buranın pəncərələrini qoymamışıq, qoyaq. İndi isə bunun çatısını yiyək arkadaşlar. İndi bizə lazım olacaq bir dənə bu, bir dənə də isə bundan. Və bitir. İndi isə bunları qoymağa başlayaq. Bu çox uzun çəkəcək, elə bilirəm. Bu çatıya belə bəzək də qoya bilərəm. Baxın belə. Necə olar? Baxarıq. Buranı bağlayaq. Buranı bağlayırıq. Buranı bağladıqdan sonra çatısına devam edəcəyik.
və çatısını eləməyə davam edək. Yox, buradan yox. Və bu çatısını elədikdən sonra yolu biraz tikdikdən sonra videonu sonlandıracağım. Və sonra devam edeceğim. Və o birisi videoda bunun işıqlarını qoyacağım içinə. Çünki bunun içinə işıqları qoymaq çox vaxt aparacaq. Ona görə də özüm belə eləmək istədim ki, siz yorulmayasınız. Bu videoda üstündən bir yol da tikək. Və projes binamız. Olmadı. Dostlar, bu niye böyle olur? Daha hazır. Bu da arkadaşlar indi bir an kaldı. Bana belə elədi və hazır. Buradan bakalım. Burada bir an indi düzeldi. Və dostlar, bu binamızı da qurtardıq, başa çatdırdıq. Çox əla oldu binalarımız dostlar. Bu da əla oldu və bu da. Mənim ən çox xoşum gəldi bu oldu. İndi o bizində isə yenə 3 mərtəbə buradan tikəcək və burada da binalar bitəcək. İndi biz götürək